atanın adına bir çox ev var. Amma ata adına olan evlərinin hamısını oğluna verir, qızına yox. Bunu edə bilər ya yox. Yəni adına bir çox ev var, lakin qıza heç nə vermir. Bütün evləri oğlun adına keçirilir. Burada vermə anlayışını gəlin biraz açaq. İki yolla verilə bilər. Ya vəsiyyətnamə eləyə bilər, ya da gedib oğluna bağışlaya bilər. Bəli. Birinci halla bağlı deyim, sonra keçim ikinci hala. Birinci halda etsə belə bayaq da bildirdik, məcburi pay hüququ qızın saxlanılır. Əgər bir qız bir oğlandırsa, arvad yoxdursa, belə hesab eləyək, sualda yoxdur. Çünki bütün evləri, deyək ki, şərt olaraq, bütün evlərin dəyəri şərt olaraq 100 mindirsə, demək ki, bu iki nəfəri payçıdırsa, hərəsinə 50-50 düşür də, belə götürək də. Demək ki, qızın da payı bir payın yarısı qədərdir. Əgər bir pay 50 mindirsə, bunun yarısı 25 mindirsə, ata hətta vəsiyyətlə bütün əmlakını oğla versə belə, qızın bir payın yarısı qədər pay hüququ qalacaq. Vəsiyyətlə versən? Vəsiyyətlə versən. Amma yox, bütün əmlakı bağışlasa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində mövqeyi var. Mülki məcəllədə buna bənzər mövqeyi var ki, bağışlanmış əmlak üzrə predmet 2 il ərzində, yəni bağışlandı. Əgər ata bu kazus üzrə deyir, ata 2 il ərzində rəhmətə getsə, 2 il ərzində rəhmətə getsə, o vəsiyyətnamə kimi qiymətləndirilir. Və vəsiyyətnamə kimi qiymətləndirilərək bir payın yarısı qədər yenə də qızın pay hüququ iddia qaldırmaq imkanı var.